Bir daha salamlayıram hər birinizi əziz dostlar. 22 dekabr 2025-ci il. Jurnalistika Beynəlxalq Münasibətlər Universitetinin institutunun daha doğrusu. Buradayam. Sessiyalar başa çatır. Yarım illik bitir. Bir şey yaşadım ki, deməli, yeni nəsil, yeni generasiya jurnalistlər nə qədər vacib bir ərəfədə yaşadıklarını dərk eləyirlər. İnanıram sizə hər gün hansısa gənclərlə, jurnalistlərlə, yuxarı kurs, aşağı kurs, televiziya jurnalistikası, nə bilim, çap jurnalistikası, hamısı ilə də görüşürəm. Və sevindirici budur ki, bu gənclər nə qədər məsuliyyətli bir dövrdə yaşadıklarını dərk eləyirlər. Çox sevindirici bir məsələdir. İstədim ki, və bu bizim jurnalistlərimizin bəzədiyi küknarın yanından sizi təbrik edeyim. Belə sakit, səssiz, səmirsiz, 2 dəfə yeri gəlmiş üçün binanın ətrafına vura bomba düşüb. Çünki biraz irəlidə orada telegüllə də var, nə bilim, hər şey. Neysə, müharibə olmamalıdır. Müharibələrə lənət olsun, amma əgər varsa, deməli, sən öz gücü göstərməlisən və öz dövləti, öz torpaqları verə bilməzsən. Ona görə biz müharibə istəməmişik, amma məcburiyyətdən bunu etmək zorundayıq. Başqa cürə gərək bir daha qatılasın imperiyanın tarixinə, tərkibinə, bir daha 10 illər, 100 illər. Yəni, ona görə elə biləm, son döyüş olur imperiyadan qopmaq üçün. Əlbəttə ki, ağırdır. Əlbəttə, hər şey demək olmur. Əlbəttə, itişlər var. Amma nəyin uğrunda savaşmağı biləndə, hansı böyük idealların, hansı böyük arzuların uğrunda savaşdığı biləndə işlər asan olur. Odur ki, mən çox xahiş edirəm, bizim kanallarımızda siz də aktiv olun. İnanın ki, müharibə yarıba-yarıdır informasiya ilə. İndi bugün yaşla əlaqədar olaraq tutaq ki, səngərdə düşmənlə döyüşə bilmirsən. Amma heç olmasa informasiya meydanında harada olmağından asılı olmayaraq döyüşmək mümkündür. Bunun üçün nə yer lazım deyil, nə ərazi, harada olursan ol. Yəni, bu müharibəni, mübarizəni aparmaq mümkündür. Və düşmənin, mən deyərdim ki, hələ də bizi üstələməsi baş verir informasiya aləmində. Verilən suallardan da görürsən, müsahibələrdən də görürsən, sən də müsahibə alanda verilən sualların deməli, o tərkibindən hiss edirsən ki, düşmən nə qədər demək üstələyə bilir. Çünki onların maliyyə resursları var, onlar indi deyil, yüz illərdir belə bu propaganda ilə, yalanlarla məşğuldular. Bax, belə dostlar. Kanallarımızın işində yaxından iştirak edin. Birbaşa iştirak edin. Birbaşa özünüz. Valla mənim istəyim bu olar ki, kimlərsə öz istəyi ilə kanallarımızda çıxış eləsinlər, qonaq dəvət eləsinlər. Amma necə deyərlər, mövzu üzrə də, yoxsa qeybət, şpiyon axtarma yollar bizlik deyil. Bizim işimiz böyük məsələlərdir. Rusiya imperiyası məhv edilməlidir. Rusiya imperiyası məhv edilmədikcə, deməli, problemlər hamımız üçün olur. Mən sizə təşəkkür edirəm. Bax, bu da mən, gördünüz. Allah amanında. İnşallah görüşərik.